Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəmə prosesinin növbəti iclasında əvvəlcə təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edən vəkili Emil Babuşovla konfidensial ünsiyyət qurmaq istədiyini bildirdi. Müdafiə tərəfinə iclas salonunda telefonla danışmaq üçün şərait yaradıldı. Sonra ittihamı müdafiə edən prokurorların çıxışlarına başlanıldı. Qeyd edək ki, sonuncu iclasda məhkəmə istintaqı yekunlaşmış və tərəflər çıxışların başlanmasına etiraz etməmişdilər. Dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəmişdilər. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev dedi ki, bir ilə yaxın müddətdə çoxsaylı məhkəmə iclasları keçirildi. Sənədlər və sübutlar tədqiq edildi. Zərər çəkmiş şəxslər və şahidlər dindirildi. İttiham tərəfi hesab edir ki, hazırki proses üzrə təqsirləndirilən şəxsin törədilmiş çoxsaylı cinayət əməlləri üzrə təqsiri təqdim olunmuş sübutlar əsasında təsdiqini tapıb. Ruben Vardanyana elan edilmiş ittihama əsasən o, Ermənistanın işğal etdiyi Azərbaycanın suveren ərazilərində formalaşdırdığı cinayətkar birliyə 2020-ci ilin dekabrında qoşulub. Bu zaman əməlinin ictimai təhlükəliliyini başa düşüb və bu, cinayətkar təşkilat tərəfindən Azərbaycan dövləti və xalqına qarşı hansı cinayətlərin törədildiyini bilib. Ruben Vardanyan həmin cinayətkar birliyə qoşulmaqla, orada fəaliyyət göstərən qanunsuz silahlı dəstələri silahlandırmaqla, dəstəkləməklə, maliyyələşdirməklə işğalın və etnik təmizləmələrin davam etdirilməsi məqsədi ilə törədilmiş bütün cinayətlərdə iştirak edib. Qeyd olunanlar məhkəmədə sübutlarla tam təsdiqini tapıb. Ermənistanın siyasi hərbi rəhbərliyi, o cümlədən silahlı qüvvələri və digər silahlı birləşmələri, habelə onların bilavasitə maddi, texniki, şəxsi heyətlə dəstəyi, mərkəzi qaydada idarəçiliyi, şifahi yazılı qaydada verdiyi tapşırığı, göstəriş və təlimatları əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə qanunsuz fəaliyyət göstərən cinayətkar təşkilat tərəfindən aparılmış təcavüzkar müharibə nəticəsində 1988-1994-cü illərdə ölkəmizin şəhər, qəsəbə və kəndləri olmaqla yüzlərlə yaşayış məntəqəsi işğal edilib. Yüz minlərlə azərbaycanlı qanuni yerləşdiyi ərazidən didərgin salınıb, yüzlərlə azərbaycanlı qəsdən öldürülüb, əsir və girov götürülüb. Müxtəlif xarici ölkələrdən ən azı 23 min erməni əsilli əhali köçürülməklə məqsədyönlü və sistematik şəkildə Ermənistanın işğalı zamanı Azərbaycanın suveren ərazilərində qanunsuz məskunlaşdırılıb. İşğal zamanı Azərbaycan ərazilərində 1 milyondan çox tank və piyada əleyhinə mina bastırılıb. Ərazilərimiz partladılmamış hərbi sursatlarla çirkləndirilib. Qeyd edilən cinayətlər nəticəsində Azərbaycanın mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələrə, həmçinin ayrı-ayrı vətəndaşlarımıza xüsusilə küllü miqdarda maddi ziyan vurulub. Vüsal Əliyev dedi ki, təqsirləndirilən şəxsin Xankəndidə yerləşmiş ofisinə baxış protokolu, əməliyyat məlumatları və digər sənədlərlə Ruben Vardanyanın cinayətkar təşkilat və onun tərkib hissəsi olan struktur bölmələrin fəaliyyətində Azərbaycana qarşı təcavüzkar müharibənin planlaşdırılması, yeni hücum planlarının hazırlanması, həmin məqsəd və niyyətləri davam etdirməklə təcavüzkar müharibənin təşkilində iştirakı təsdiqlənib. 2020-ci ilin dekabrında sərəncamında olan və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini və digər əmlakı cinayət əməllərinin cinayətkar təşkilat tərəfindən hazırlanması, təşkili və törədilməsi, terrorçu təşkilatı maliyyələşdirilməsi üçün istifadə ediləcəyini bilərək, həm təsisçisi olduğu, icraçı direktor isə Arman Cilavyanın olduğu humanitar məqsədli pərdəsi altında fəaliyyət göstərən Avrora fonduna və yardım aksiyaları adı altında qəsdən toplayıb. Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin və əskəri ləvazimatla təchiz etməklə terrorçuluğu maliyyələşdirib. İttihama əsasən Ruben Vardanyan cinayətkar birliyin ümumi cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq terror təxribat məqsədləri ilə 2022-ci ilin sentyabrında cinayətkar birliyin tərkibinə daxil olan mütəşəkkil dəstə halında xarici ölkə vətəndaşı olaraq Azərbaycanın mühafizə olunan dövlət sərhədini dövlətin nəzarət buraxılış məntəqələrindən kənar Ermənistanın ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçib, özünün və ayrı-ayrı xarici ölkə vətəndaşlarının sərəncamında olan, habelə güya humanitar məqsədli fondlar, biz Dağlarımızıq təşkilatı və başqa yardım aksiyaları adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini və digər əmlakı toplayaraq bunun hesabına 2022-ci il sentyabrın əvvəllərindən 2023-cü il sentyabrın sonunadək müxtəlif vaxtlarda odlu silah, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi silah və texnikanı qanunsuz əldə edib. 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarından sonra Ruben Vardanyanın qondarma qurumun dırnaqarası dövlət naziri olduğu dövrdə maliyyə vəsaiti hesabına Xankəndidə yaratdığı 3 silah sursat anbarı müəyyənləşib.
Məhkəmədə təsdiq edilib ki, Ruben Vardanyan özü tərəfindən formalaşdırılan və fəaliyyətləri Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan dırnaqarası yerli özünü müdafiə dəstələri adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların rəhbərlərinin və üzvlərinin siyahılarını tərtib edib. Siyahıda adları olan şəxslərin hər birinə həyata keçirdikləri qanunsuz fəaliyyətdən asılı olaraq 702 min ABŞ dolları məbləğində aylıq muzd ayırıb verməklə terrorçuluğu maliyyələşdirib. Qarabağda qondarma rejimdə dırnaqarası vəzifəyə təyin olunduqdan sonra muzlu döyüşçülərdən ibarət dəstələr toplayıb. Ermənistandan da zabitləri pulla qondarma rejimin dırnaqarası ordusunda xidmət etməyə çağırıb. Ruben Vardanyan muzlular yığmaqdan başqa Qarabağda erməni gənclərindən də ibarət yerli silahlı dəstələr formalaşdırıb. Onlara silahı və maliyyə yardımını şəxsən özü təşkil edib. Bu məqsədlə Xocalının Badara kəndi yaxınlığında əvvəllər qondarma rejimin dırnaqarası İdman Turizm Federasiyasının nəzdində olmuş düşərgə ərazisində hərbi təlim düşərgəsi yaradıb. Əskərlikdən yeni gəlmiş gənclərə, tələbələrə və yuxarı sinif şagirdlərinə hərbi təlimlər təşkil edib. Təlimlərdə şəxsən özü də iştirak edib. Onlara erməni milliyyətçiliyi, Azərbaycana qarşı nifrətin aşılanması ilə bağlı olan atəş və fiziki hazırlıq da daxil olmaqla hərbi təlimlər keçirilib. Həmçinin Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra onun maliyyələşdirilməsi ilə Vətən müharibəsində Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərinin hüdudlarında, yəni Qarabağda minalanma işlərinə başlanılıb. Həmin minalar Laçın rayonundan keçirilməklə Ermənistandan Qarabağa gətirilib. Ruben Vardanyan tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, habelə pilotsuz kvadrokopterlər və digər pilotsuz uçuş aparatları yerləşdirilib. Ruben Vardanyanın bu qanunsuz silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub. 2022-ci ilin noyabrında Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü Ernest Arustamyanla apardığı yazışma zamanı Çexiyanın Lias şirkəti ilə qondarma qurumda qanunsuz silahlı birləşmələrin istifadəsi üçün nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının alınmasına dair danışıq aparıb. Vüsal Əliyev dedi ki, Ruben Vardanyana elan edilmiş və məhkəmədə sübutlarla təsdiqini tapan növbəti ittiham onun Nemezis 2 terror əməliyyatının başlanması təşəbbüsünü irəli sürməsi ilə bağlıdır. O, 2023-cü ilin mart-aprel aylarında şəxsən tərtib etdiyi dırnaqarası təşəbbüs qrupu və arsaq siyasi partiyaları aşağıdakı addımları atmalıdır adlı fəaliyyət planında ötən əsrdə erməni terror təşkilatlarının üzvləri tərəfindən müxtəlif dövlətlərin vəzifəli şəxslərinə qarşı törədilmiş silsilə terror aktlarına istinad etməklə Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri xidmət vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün Nemezis 2 terror əməliyyatının başlanılmasını irəli sürərək təşəbbüs göstərib. Terror əməllərinə hazırlıq hərəkətləri edib. Bundan başqa Ruben Vardanyan Ermənistanın siyasi hərbi rəhbərliyinin dəstəyi və nəzarəti altında Azərbaycanın işğal altında olmuş ərazilərində qanunsuz və beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərən cinayətkar birliyə daxil olan silahlı birləşmələri hərbi texnika ilə təchiz etmək məqsədi ilə 2023-cü ilin sentyabrında Malloy tipli pilotsuz uçuş aparatlarının alınması istiqamətində fəaliyyət göstərib. Vüsal Əliyev çıxışında təqsirləndirilən şəxsə ittiham olunduğu hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirdi. Təklif etdi ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdulluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik yaratma və digər cinayətlərinə görə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını həbsxanada çəksin. Məhkəmənin növbəti iclası dekabrın 26-sına təyin edildi. Qeyd edək ki, cinayət işi üzrə zərər çəkənlər Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı dəstələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə
Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayətlər törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslərdir. Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzluluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillə təmin olunub.